bir kəlmə savunma. Savunma məsələsi. Savunmanı nə görürsən? Savunma barədə etiqadın nədir? Yarımçıqdır bu. Tam məqsəd, məram bəlli olmur. Ancaq ərəblərdə belə ərəb dilini bilən insanlar, ərəb dəvət sahəsini izləyən, müşahidə edən adamlar bilirlər ki, onlar bu məsələni biraz belə kamil şəkildə bəyan edirlər, bildirirlər. Bu mövzunun adı onlarda təxminən bu şəkildədir. Raddu tuhmə fi məhkəməti tağut. Tağutun məhkəməsində edilən töhməti və yaxud da iftiranı rədd etmək, cavablandırmaq. Bu daha kamildir. Ancaq bu türk dəvət sahəsində, Türkiyədə və onlardan bura yansıyan leksikonda, lüğətdə savunma deyirlər, qısa. Savunmanı nə görürsən? Savunma küfürdür, yoxsa küfür deyil. Əslində doğru deyil bu. Çünki söz olaraq halal bir əməlin adına deyilir şəriətdə savunma. Yəni özünü müdafiə etmək. Allah Azza və Cəllə insana belə bir fitrətində belə bir xüsusiyyət verib. İnsan özünü qoruyur. Və yaxud da İslam şəriətində belə bir elm var. Məqasid-i şəriyə deyirlər. Şəriət hökmlərindəki məqsədlər. Zikr edilir ki, şəriət hökmlərindəki məqsədlər 5 şeydir. Dinin qorunması, namusun qorunması, malın qorunması, canın qorunması və əqlin qorunması. Din cihadla qorunur. Əql içki sənə cəzanın tətbiq edilməsi ilə qorunur. Namus zina edənin rəzm edilməsi ilə qorunur. Mal oğrunun əlini kəsilməsi ilə nə edir? Qorunur. Can qisasla qorunur. Yəni İslam şəriətinin elə bir xüsusiyyəti nədir? Bir savunan şəriətdir. Bu şeyləri savunur. Və müstəqil olaraq bəzi ibadət növləri var. Allah Azza və Cəllə misal üçün qitalla, cihadla bağlı deyir ki, sizlə döyüşənlərə qarşı nə edin? Döyüşünü qorunmaq məqsədi ilə. Və yaxud da sünnətdə fəzilətli əməllərin içərisində malını qoruyan, ırzını qoruyan, ölən şəhid sayılır. Bunun ümumi adı nədir? Özünü müdafiə, dinini müdafiə, malını müdafiə. Savunma sözü də buradandır. Savunma. Söz doğru söz deyir. Ərəbcə deyilir qeyri mundabit. Dəqiq söz deyir. Savunma küfür deyə küfür deyil. Nəyi savunmaq? Niyə savunmaq? Harda savunmaq? Bunu açıqlamaq lazımdır. Belə demək doğru deyil. İndi bizim əhl-i sünnətin iman küfür mənhəcində belə bir şey var ki, sözün lazımı söz deyil. Bunu mən əvvəl geniş dərsdə açıqlamışam bu qaydanı. Bu xaricilərlə bizim, müasir xaricilərlə bizim fərqlənən bir cəhətimizdir. Hər sözün lazımı söz deyil. Yəni bu da həmən şeydir. Deyəndə ki, savunma küfürdür. Təbii ki, onu deyən insanın qəsdi var. Hansı qəsdlə deyir o sözü? Ancaq belə demək ki, savunma küfürdür. Sözün lazımına gedilməsə, elə bu sözün özünə həmən aşırıların mənhəci ilə deyirsən ki, küfürdür. Çünki savunma deyəndə onun içərisində halal işlər də var. Sən halal olan bir şeyini də küfür deyə bilərsən. Başqa mövzularda da bizdə o şəkildədir. Misal üçün, bir-birlərindən soruşduqda və yaxud da bir şeyi çatdırmaq istədikdə deyirlər ki, başqa bir mövzuda şəfaəti şirk görürsən, yoxsa yox. Doğru söz deyil. Söz olaraq doğru deyil. Nə üçün? Çünki şəfaət bir fəzilətli məqamdır. Allah rəsuluna, digər rəsullara, nəbilərə, şəhidlərə verilir. Sən də soruşursan ki, bu şirkdir, yoxsa şirk deyil. Doğru deyil. Söz olaraq doğru deyil. Bu cür demək doğru deyil. Demək ki, Allah rəsuluna və digər fəzilət sahiblərinə verilən şəfaətin sağ ikən bu dünyada və yaxud da öləndən sonra salihlərin qəbirlərindən xitab edərək istənilməsi insanı dindən çıxardan böyük şirkdir, yoxsa yox? Buna deyirlər, necə olur cümlə? Bu səhihdir, bu şəkildə. Belə olmalıdır.